Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər, əgər bayram günü evdə olmasan, 7 il dərbədər olacaqsan. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, çöl qapıları isə bağlanmır. Çünki sönmüş od, işıq uğursuzluq deməkdir. Novruz bayramında qulaq falına çıxmaq adəti də var. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışdıqlarına qulaq asmağa gedirlər. İlk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur. Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də papaq atmaqdır.